Gözəl. Əziz izləyicilər, dedim daha bir dəfəlik qalaya gəlmişik, konseptimizdən çıxmışıq, tam bütün video itlərdən ibarət deyil. Dedim elə sizə gözəl atları da göstərim. Bura qalada yerləşən Emin bəyin çiftliyidir və burada gözəl atlar saxlayırlar. Əziz izləyicilər, sizi Emin bəylə tanış edirəm. Artıq Ramin bəyi tanıyırsınız videomuzdan. Emin bəy, zəhmət olmasa özünüzü təqdim eləyin. Mən qala atçılıq mərkəzində məşqçi Atayev Emin. Şad olduq. Emin bəy, zəhmət olmasa ilk sualım olacaq hər şeydən öncə. Baxdım ki, bunlarda yoxdur, burada bu dəmir var. Bu nə üçündür? Bu dəmirlər atların çox içəridə qalmasının qabağını alır da, belə deyim. O elə hazırlamışıq ki, atlar bir gündəlik hər at bir yarım saat, 1 saat azuqə bir vaxt keçirsin, çölə çıxsın. Bu amaçlı yəni. Deməli, onda bu hər atı buraxdıqdan sonra bunu digər bir yerə keçirdib onu buraxırsınız. Gəzintilidə götürüb qoyuruq o tərəfə, o buraxdıq, bax belə. Hə, anladım, gözəl. Onda tanış eləyək atlarımızı izləyicilərimizlə. Bu ərəb atıdır, adı Qalistur. Polşadan alınıbdır, burada ata kimi istifadə olunur. Yəni, ata deyəndə ata rolunu oynayır da. Bəli, erkək. Hə, başa düşülən dildə deyirəm, başa düşülsün. Erkək rolunu. Bəs bu? Bu da Atilladır, bu da ərəb atıdır. 5 yaşı var, 6 yaşına gedir. Yarış atıdır. Yarış. Bəs ümumiyyətlə burada çempionlar falan var? Çempionlar Azərbaycanda yarışın çox belə güclü sürətlə getmədiyinə görə ərəb atlarına yarış vermirlər. Ondan dolayı bizim çox əksərən ərəb atı olduğuna görə biz yarışlara buraxmırıq. Bu atımız da Sirbaristandır, düzdür. Gəl oradan çək onu. Yenə deyirəm, ərəb atıdır. Yarış olmadığı üçün yarışlara buraxmamışıq. Amma bunun atası bütün yarışları olursa da çempion atın balasıdır. Bəli. Yüksək ehtimalla fikirdə də var ki, bu atın özü də yəni yaxşı nailiyyətlər, nəticələr verməli idi. Neçə yaşı var? Çox qiymətli atdır, 7 yaşı var. 7 yaşı var. Bu da Bugatti'dir. O birinci sizə göstərdiyim atın balasıdır. Yəni birinci at bunun atasıdır. Erkəkdir deməli. Bəli. Bu da dilbozdur. Azərbaycan sərvətindən biridir. Biri Qarabağ atıdır, biri dilboz atıdır. Bu da dilboz atıdır. Adı Nildir. Bir neçə yarışın qalibi olursa da, güclü yarışların yox, yəni normal yarışların qalibi olur. Deməli bizdə mənim atlarda məlumatım yoxdur deyə. Deməli bizdə Azərbaycanda 2 atımız var da, Qarabağ atı və dilboz. Bu dilboz. Bəli. Nəsəl tükənmə üzrə olan dilbozumuz. Aha. Bu at da yerli atımızdır. Bəli. Sadəcə yaxşı atdır, şəxsi atdır, sahibi var. Burada sahiblənir. Bildiyimiz yerli atımızdır bizim, yorğu atlardandır. Dəyərli atdır, yəni yaxşı atdır. Diş atmır? Yox. Gözəl. Bu da Qarabağ atıdır. Dediyim kimi bəhs etdim. Bəli. Bizim birinci sərvətimizdir, Azərbaycan sərvəti Qarabağ atı. Adı Sarı Yeldir. Bu da sahibi var. Çox yaxşı atdır, dəyərli atdır. Xüsusilə zəhmət olmasa gəl onu çək. Düşsün tam şəkildə. Çox gözəl, çox gözəl. Gəl. Bu da Subutaydır, bu da ərəb atıdır. Bunun ana qanı da, ata qanı da çox yaxşı atdır. Bunun atası çox dəyərli atdır. Bəli, hiss olunur. Bircə dəqiqə. Dəfi yatmaz? Yox. Subutay. Bəh. Bu dayçadır, bunun 2 yaşı var. Bəh. Bu ərkösəyindir biraz. Bu anadan olanda bunun anası ölüb. Buna keçini südü ilə böyütmüşük. Bizim üçün daha çox dəyərli bir atdır bu. Gözəldir. Əziyyətimiz çoxdur bunun üzərində. Gözəldir. Bir də dünyaca məşhur olan Marvan adında bir at var da, Marvan. Ərəblərin atıdır. Bu onun nəticəsi düşür elə bil. Qan olaraq ona gedib satır da. Onun qanıdır. Çox dəyərli qandır. Hoppa. Bu ərkösəyindir. O kadrı qoyarsan ora. Çox ərkösəyindir. Aparmışdı. Bu da Qarabağdır. Adı Spartakdır. 6 dəfə yarış udubdur, çempionluğu var. Yəni 6 dəfə. Qarabağ və dilbozların içində. Yaxşı. Gözəl.
Dedim daha göstərək, normalni göstərək də çıxardaq birini də göstərək ortalığa. Hə, gizli yerində. Oh, bəh. Gözəl. Ne güzel oynuyor. Gözəllik. Gördün Emin bəy bıçaqı vurdu. Bəli. Sakin ol. Emin bəy bir dənə şaha qaldı. Emin bəy, indi göstərdiyiniz bu at nə atıdır? O ərəb atıdır. 1 yaş 5 aylıqdır. Bəli. Adı Gitadır. O da dediyim kimi həmin atın atadan bacısı düşür. O bayaq sizə dedim ki, məşhur Marvan atı var ki, Qara. hə onun nəvəsi düşür elə. Məni Həmin- dişləmək istəyən. Bəli. Bəli. Ay Hə. səni. O bunun bacısıdır prosu. Bu qızdır. Qızdır. Ha, çox gözəldir. Çox gözəldir. Maşallah bəli. olsun. Hə. Bax, sol ayağı qoyursan. Bilirəm, onu Son 1 2 3 ya Allah. Açsın. Taxdın. Aha, Tutursunuz bunu. bəli. Bax. Bu maşının belə Qürurludur. maşın deyərək deyəndə, yəni tam başa düşəsiz deyə deyirəm. Bəli. Da. Bu sidenidir. Bundan yapışmağınızın heç bir faydası yoxdur. Təhlükə olduğu anda bundan yapışa bilərsiniz. Buranı buraxın. Bəli. Bu qayda bax belə olur. Bax, X şəklində qoyursunuz. Hər iki əlinizlə tutursunuz. Aha. Hə, əlinizi oraya yaxınlaşdırmayın. Aha. Əliniz atın boynunda olmalıdır. Aha. Hər iki tərəfin uzunluğu eyni olmalıdır. Biri qısa, biri uzun olmaz. Aha. Hə. Atı idarə eləyəndə biləyinizlə idarə eləyirsiniz. Yəni daşımağa zorakılığa ehtiyac yoxdur. Bəli. Atı gedəndə, atı tez döndərmək üçün sağa döndərəndə sol ayağınızla vurursunuz. Belə. Sağa Aha. döndərəndə sol ayağınızla vurursunuz. Belə. Belinizi düz tutun, çiyninizi biraz arxaya, açsaq bu qaydada. Gəlin. Dizlərinizi sıx saxlayın. Əsas dizinizdir. Vur, ayağınla vurun bəs. Açsın. Emin bəy, Bəli. hamımıza çox maraqlı olacaq, düşünürəm izləyicilərimizə də ki, sizdə burada özənişlə at sürmək mümkündür. Bəli, mümkündür. Mümkündür. Qiymətləri falan, şərtləri deyil. Qiymətli bax məsələn siz kimi də, məsələn siz at minə bilirsiniz, fərdi gəlmisiniz, Bəli. at minirsiniz. Bəli. Burada kuruq var. Kuruq 1200 metr, 1300 metr bu məsafədədir. Bəli. 10 manatdır, özünüz minirsinizsə. Bəli. Yox, yanınızda bələdçi varsa, məsələn sizə aparır börünüzdə adam gedirsə 15 manatdır. Belə turlarımız olur kəndin içi. Yəni Qala kəndi qədim kənd olduğuna görə baxmalı mənzərələri çoxdur. Yəni həm at minərsiniz, həm Qala kəndin içərisini görərsiniz də, o qədimçiliyi görərsiniz. Hə o 30 manatdır bir turumuz. Bir də məşqlərimiz var. Fərdi məşq keçilir. Məsələn siz gəlmisiniz, öyrənmək istəyirsiniz, yarım saatda 30 manatdır. Yarım saatda 30 Bəli. manatdır.
Və bəzi hallarda valideynlər olur, hansı ki istəyir ki, övladı gəlsin, öyrənsin, at sürməyi və bəs belə bir şeylər edirsiniz? Biz onlar üçün ümumiyyətlə buranın işləmə fəaliyyəti əsasən onun üzərindədir ki, istəyirik ki, məsələn, valideynlər uşaqlarını gəlsin bizə əmanət eləsin. Yəni çox az yaşlı demirəm də, 8 yaş, 10 yaş, 12 yaş bu aralarda ki, biz onu həm burada kənd təsərrüfatını öyrədək, həm at minməyi öyrənsinlər, həm də bir heyvanla ünsiyyətdə olsunlar da, çox sağlamlı bir şeydir. Bəs ümumiyyətlə Qala kəndinin özündən maraqlanıb gələn gənclər varmı? Çoxdur. Hal-hazırda görsəz 5 dənə, 6 dənə yanımızda uşaqlar var. Bəli, gəlirlər, öyrənirlər, düzdür? Bəli, nə gözəl, çox, necə deyərlər, uşaqların da hal-hazırda bir çoxu heyvansevər olmasa da, bir qisminin, yəni həqiqətən belə heyvansevər olmağa adamı sevindirir. Oradan da xoş bir hissdir. Emin bəy, çəkilişimiz üçün sizə çox təşəkkür edirəm, minnətdaram. Xoş gəldiniz, minnətdaram. İnşallah ki, izləyicilərimiz də razı qalarlar çəkilişimizdən. Sizdən zəhmət olmasa əlaqə nömrənizi vurğulayardınız. Bilsinlər ki, nömrə neçədir ki, məsəl üçün yerini istəməyə, konumu istəməyə. 050-dir, 500, 050-500, 02-88. 050-500-02-88. Bəli, Emin bəyin şəxsi nömrəsidir. Əgər izləyicilərdən kimsə at sürmək və yaxud da məşqlərə qatılmaq, nəsə belə bir şeylər atlarla bağlı maraqlı olsa, Emin bəylə əlaqə saxlamağı unutmayın. Burada sizlə sağollaşıram, əziz izləyicilər. Gedin siz də çapın, bir quruq. Gedək, gəl. Dərisək bu tərəfəcək. Xamlıq eləmə bu tərəfəcək.